Əziz şagirdlər, omonimlər. Baxaq görək omonimlər nədir? Omonimlər, sinonimlər və antonimlər. Omonimlər nədir? Omonimlər deyilişi ilə yazılışı eyni olan, lakin mənası tamam fərqli olan sözləri omonimlər deyilir. Məsələn, yazırıq bağ. 2 dənə bağ yazdım. Niyə görə 2 dənə bağ yazdım? Çünki deyilişi ilə yazılışı eynidir. Sadəcə mənası fərqli olan sözlərə omonimlər deyilir. Məsələn, burada yazılışı ilə deyilişin eyni. Yəni bağ deyiriksə, bağda oxuyuruq. Yəni bağ yazırıqsa, bağda tənəffüs edirik bu sözü. Deməli, bağ bir var. Ayaqqabını bağlamaq, yəni ip mənasında. Bir var isə əkin bağı nəzərdə tutulur. Görürsünüz, deyilişi ilə yazılışı eyni oldu. Sadəcə məna cəhətdən tamamilə fərqlənən söz oldu. Yəni bir var işlədiyimiz bağ hara, ayaqqabının bağı ip mənasında hara. Yəni tamamilə ayrı-ayrı mənaları verdi. Sonra başqa bir sözə baxaq. Məsələn, qol. Bir var insanın qolu, qol mənasında, bir var insanın qolu, bir də var futbol oynamaq üçün qol. Həmişə sözün mənasına fikir verəcəksiniz. Sözün mənasına fikir verəcəksiniz. Əgərləri məna eynidirsə, çox mənalı söz deməkdir. Mənalar tamam fərqlidirsə, omonim deməkdir. Bəzi şagirdlərimiz omonimlə çox mənalı sözləri qarışdırır. Əziz şagirdlərim, bunu qarışdırmaq olmaz. Niyə görə? Çünki çox mənalı sözlərdə məna baxımı eynidir, yəni eyni mənaya baxır. Amma omonimdə isə ayrı-ayrı mənalar daşıyır. Məsələn, burada qol, futbolun qol mənasındadır. Bir də var insanın qol mənasında. Görürsünüz, mənalar ayrı-ayrı sözlərə xitab edir. Sonra gəldik sinonimlər. Sinonimlər nədir? Sinonimlər isə deyilişi ilə yazılışı tamamilə fərqli, mənası eyni olan sözlərdir. Məsələn, burada yazıram xırda, balaca, kiçik. 3 dənə məna yazdım, düzdür? Deməli, bu 3 mənada olan söz, hamı deyilişi ilə yazışı görürsünüz tamamilə fərqlidir. Xırdadır, balacadır, kiçikdir. Deyilişi ilə yazışı tamamilə fərqlidir, amma bir mənası var bunların. Məsələn, xırda alma, balaca alma, kiçik alma. Başa düşdünüz? Görürsünüz, hamısı almada cəmləndi. Bu 3 dənə sözün üçü də almada cəmləndi. Deyilişi ilə yazışı fərqli oldu, amma məna bir şeyə baxdı, bir nöqtəyə baxdı. Məsələn, xırda armud, balaca armud, kiçik armud və yaxud da hər hansı bir başqa bir əşyanı da götürüb eyni mənaya vermək olar. Deyilişi ilə yazılışları fərqli oldu, amma məna cəhətdən eyni oldu. Sonra antonimlərə keçək. Antonimlər nədir? Bir-birinin əksi olan sözlərə antonimlər deyilir. Məsələn, bura aiddir. Ağla, ağlamaq, gülmək. Ağlamaq, gülmək bir-birinin tam əksi olan bir mənadadır. Aşağı, yuxarı, qalın, incə, kök, arıq, hündür, alçaq. Görürsünüz, bir-birinin tam əksi olan sözlərə də antonimlər deyilir. Əgər video sizin xoşunuza gəldisə, like edin, abunə olun və şərh yazmağınızı xahiş edirəm. Və belə ilham verici, tez başa düşən, asan başa düşən videoların gəlməsini istəyirsinizsə, İnşallah like edərək, yorum yazaraq bunu bildirə bilərsiniz. Və bizim həm əyani, həm də onlayn məşğələmiz davam edir. İstədiyiniz yerdən qoşula bilərsiniz və bir ayın içində super nəticə əldə edə bilərsiniz. Biz ən çox zəif uşaqlarla işləyirik. Çünki zəif uşaqları bir aya biz super nəticə əldə edib valideynə təhvil verə bilirik.